Hər zaman elektromobil icmallarından sonra videoya gələn şərhlərdə çoxluqla belə yazırsınız ki, şarjımız bitərsə yolda qalsaq nə edəcəyik və yaxud da şarj müddəti uzun çəkir. Daxilyanma mühərrik avtomobillərin icmallarında isə benzindən şikayətlənirsiniz ki, qiyməti bahadır və yaxud da keyfiyyəti aşağıdır. Bugün icmalını eləyəcəyimiz avtomobillə düşünürəm ki, hər iki tərəfi biz razı sala biləcəyik. Çünki bu avtomobil həm elektromobildir, həm də daxilyanma mühərrik avtomobildir. Qarşınızda Lynk & Co markasının 08 modeli özü də EMP texnologiyası ilə. Hər kəs salamlar dostlar, mən İlkin Mustafayev. Bugün sizlər üçün Lynk & Co markasının 08 modelinin icmalını eləyəcəyik. Bu avtomobil tam olaraq generator mühərriklə təchiz olunmuş, ikili texnologiyaya sahib bir plug-in hibrid avtomobildir. Yəni avtomobildə həm benzin mühərrik var, həm də elektrikli bir mühərrik var. Yəni siz bu avtomobili istəyər elektromobil kimi istifadə edərsiniz, istəyərsə hibrid avtomobil kimi istifadə edərsiniz. Hətta 3-cü versiyada var. Tam olaraq daxilyanma mühərrik avtomobil kimi də istifadə edə bilərsiniz. Rejimləri var. O rejimləri izah eləyəcəm hər birini. Rejimlərdə istədiyinizi təyin edə bilərsiniz. Gəlin ancaq ilk öncə mən bu avtomobilin eksteryerindən danışım mən sizə. Çünki avtomobilin çox maraqlı bir eksteryeri var. B segmenti, ailə segmenti bir SUV avtomobildir və düşünürəm ki, bizim bazarda kifayət qədər çox seviləcək bir, belə deyək, gövdəyə sahib bir avtomobildir. Avtomobilin ön hissəsinə baxdığımızda burada biz pələng caynaqlarına bənzəyən bir gündüz işıqlarını görə bilirik. Həmçinin gündüz işıqları LED işıqlardır və axıra qədər də davam eləyir. Bizim sağ qanad və sol qanadımıza doğru da davam eləyir və Lynk & Co yazısı da burada qeyd olunub. Və aşağı hissədə, yəni bamperlə birləşən hissədə matrisalı ikili LED faralar var burada. Yaxın işıqlar və uzaq işıqlar hər ikisi bir farada birləşdirilib. Aşağı hissədə artıq bizim ənənə halını almış duman əleyhinə işıqlarımız yoxdur. Son dönəmlər ümumiyyətlə müasir avtomobillərdə biz artıq duman əleyhinə işıqlara rast gəlmirik. Çünki matrisalı faralar artıq hər şeyi özü tənzimləyir rahat şəkildə. İstər uzaq işığı, istər yaxın işığı, hətta duman əleyhinə işıqları da özü birbaşa olaraq tənzimləyə bilir. Burada bizim bir Lynk & Co loqomuz var. Aşağı hissədə 360 dərəcə kameramız, həmçinin bizim Distronic-miz də var ki, qəza əleyhinə sensordur və qarşıda piyada və yaxud da hər hansı bir avtomobil, ümumiyyətlə bir maneə olarsa, bu sensor bizə köməklik eləyir ki, həmin maneə haqqında məlumat əldə eləsin avtomobil və dərhal dayansın. Avtomobilin ümumi olaraq ön tərəfində bütün hissələri mən sizə qeyd elədim. Həmçinin bamperin kənarlarında belə bir hava kanalları da yaradılıb ki, aerodinamikaya xüsusi olaraq təsir eləyir ki, avtomobil daha uzaq məsafə gedə bilsin. Həm benzinlə, həm elektrik mühərriklə. Avtomobilin yan hissəsinə biz baxdığımızda, burada maraqlı detallar var. Gəlin mən o detalları bir-bir sizə izah eləyim. 19-luq bir təkərləri görə bilərik. Goodyear təkərləridir və aerodinamikaya xüsusi təsir eləyən disklərlə təchiz olunub. Həm içəri hissələri qapalıdır, hava axınının kəsilməsi üçün, həm də boz rəngdə belə elementlər yerləşdirilib ki, diskin ümumi görünüşü pozulmasın. Qapıya baxdığımızda güzgü və güzgünün davam edicisini gördüyümüzdə burada Lynk & Co yazısı da var. Bu Lynk & Co yazısı bir işıqlı yazıdır. Həmçinin dönmə işığının təkrarlayıcısını da aşağı hissəyə də yerləşdiriblər və əlavə olaraq bu hissəni hazırlamışkən 360 dərəcə kameranda bu formada aşağı hissəsinə yerləşdiriblər və güzgü isə elektrikli Volvolardan da gördüyümüz kimi Lynk & Co modelində də çərçivəsiz güzgüdür. Çünki bu avtomobildə Volvonun müəyyən detallarından istifadə olunub. Hər birini izah eləyəcəm və ən əsas məsələ isə məşhur Volvonun platforması olan CMA platformasında bu avtomobil yığılıb. Avtomobil plug-in hibrid olaraq yığılıb artıq. Onun hər birini mən sizə yaxın dəqiqələrdə izah eləyəcəm. Qaput tacaqları içdən çıxmalı qaput tacaqlarıdır və açarsız daxil olmadır. Bunların hər birini mən düşünürəm ki, artıq bir opsiya deyil. Çünki artıq bütün avtomobillərdə, müasir dönəmin bütün avtomobillərində açarsız daxil olma var. Bir çox avtomobillə içdən çıxmalı qaput tacağı gəlir və avtomatik şəkildə qaput tacağı artıq çölə çıxmış olur ki, sürücü və sərnişinlər üçün rahat olur. Yəni bunların hər birini opsiya olaraq düşünürəm ki, qeyd eləmək düzgün olmur artıq. Qapıda çox maraqlı bir nüans gördüm. Burada qapının ön hissəsində, yəni şüşə ilə birləşən hissəsində bizim ənənəvi o qamış dediyimiz hissə var. Ya nikeldən olur, ya plastikdən olur, ya hansısa üzləmə bir materialdan olur. Həmin detal yoxdur. Və birbaşa olaraq şüşə ilə qapı
artıq birləşib burada. Amma yenə də arada bir rezin var ki, təbii ki, səssizliyə xüsusi önəm verir və NFC burada yerləşdirilib. Yəni siz qapını artıq belə desək pultla açmadığınızda xüsusi bir kartı da var. Həmin kartı bura yaxınlaşdıraraq qapını aça bilərsiniz və avtomobilin çox maraqlı bir açarı var. Gəlin o açarı mən sizə göstərim. Baxın burada Link & Co yazısı, maraqlı belə bir tutacağı və bu formada belə bir açar var. Açma düyməsi, bağlama düyməsi, həmçinin bagaj qapısının avtomatik açılma düyməsi bu formada hazırlanıb. Ümumi ölçülərinə gəldikdə isə avtomobilin ümumi uzunluğu 4800 mm-dir. En hissə isə 1900 mm-dir. Yəni bu təxmini rəqəmlərdir. Hündürlüyü isə təxmini olaraq 1580 mm, harca 1600 mm demək olar. Yəni bir orta segment, ailə segmenti SUV bir avtomobil istəyirsinizsə, bu avtomobil sizin üçün əsl belə deyək, ideal bir avtomobildir. İstər uzaq səyahətə gedə bilərsiniz, istər müxtəlif yerlərdə gəzməyə gedə bilərsiniz, ailə ilə, uşaqla və rahat şəkildə də bagajına da istədiyiniz əşyaları yerləşdirib yolunuza davam edə bilərsiniz. Gəlin indi arxa hissədən danışım və bagajı da sizə göstərim. Arxa hissəsinə baxdığımızda bu avtomobilin monoled bir arxa fənərləri var. Amma bu arxa fənərlər monoled olmasına baxmayaraq xüsusi kristal formasında hazırlanmış belə bir kəsintilər yerləşdirilib və animasiyalı bir arxa LED fənərləri var. Həmçinin dönmə işıqlar da aşağı hissədə yerləşdirilib və axan dönmə işıqlarıdır. Ön tərəfdə, ön bamperdə gördüyümüz hava axınının kəsicisinin belə bir imitasiyasını da arxa belə deyək, əks etdirici bir işıq kimi də yerləşdirilib. Həmçinin aşağı hissədə park sensorlarımız var və 0.8 EMP texnologiyası olduğunda burada xüsusi olaraq vurğulanıb. Gəlin bagajımıza baxaq. Çünki çox geniş bir bagaj həcmimiz var. Avtomatik açılan bagaj qapısı artıq Çinli maşınların demək olar ki, hamısında görürük. Qlobal maşınların bəzilərində olur, bəzilərində olmur. Təbii ki, bu belə deyək, maya dəyərini aşağı salmaq üçün olur. Çinli avtomobillərlə qlobal avtomobillərin belə deyək, qlobal markaların fərqləri maya dəyərini fərqli hissələrdən aşağı salmaq istəkləridir. Məsəl üçün qlobal avtomobillər bu sadə bir mexanizmlə maya dəyərini aşağı salmaq istəyirlər, amma Çinli markalarda isə bu fərqlidir. Böyük bir bagajımız var. 545 litr bir bagaj həcmimiz var. Bura istədiyiniz qədər veşlərinizi yükləyə bilərsiniz. Həm çantalarınızı, həm uşaq arabasını və s. yəni rahat şəkildə yerləşdirib yolunuza davam edə bilərsiniz. Aşağıda kiçik bir ciblik var. Burada avtomobilin 12 volt akkumulatoru yerləşdirilib, həmçinin inverter və s. onların hər birini belə deyək, müxtəlif qurğuları bu hissəyə yerləşdirilib. Həmçinin avtomobilin arxa oturacaqları tam olaraq qapandıqda bagaj həcmi daha da böyüyür. 1300 litr bagaj həcmi olur və böyük əşyalarınızı artıq siz avtomobilə yerləşdirə bilirsiniz. Və burada xüsusi özelliyi də odur ki, həcmin böyüməsi ilə yanaşı əlavə olaraq da bagajın girişi də burada böyüdür ki, istədiyiniz şəkildə rahat böyük əşyanı burada yerləşdirə bilərsiniz siz. Ona görə 1300 litrlik bir bagajdan da siz faydalana biləcəksiniz. Mən avtomobilin askı sistemi ilə bağlı danışmaq istəyirəm sizə. Çünki avtomobildə arxa askı və ön askı fərqlidir. Belə desək, ön askı sistemi McPherson'da. Yəni bildiyimiz sadə McPherson askı sistemi və daha dözümlü, belə deyək də, ümumi olaraq hesab olunan McPherson askı sistemi. Arxada isə Multilink askı sistemidir. Multilink askı sistemi isə tam olaraq, belə desək, sərbəst bir askı sistemi olduğuna görə bu hissələr də sizlərə qətiyyən problem yaratmır. Gəlin mən sizə yenidən ön hissəyə qayıdım və mühərrikxananı göstərim, mühərrik barədə məlumat verim. Gəlin mühərrikxanaya baxaq. Maraqlı nüans. Gəlin belə göstərim sizə. Biz vərdiş olmuşuq ki, kapotu açanda əlimizə ataq burada hansısa bir kurçoka axtaraq ki, aça bilək. Burada artıq ehtiyac yoxdur. Birbaşa olaraq qaldırırsınız və hansısa bir dəmirə də ehtiyac yoxdur. Amortizatorla təchiz olunub, ona görə rahat şəkildə dayanır. Mühərrikxanamızda bizim 1.5 turbo şarjlı bir mühərrik dayanır. Bununla yanaşı, həmin bu mühərrikin aşağı hissəsində bir elektrik mühərrikimiz də var ki, biz burada görmürük. 1.5 turbo mühərriki görürük, inverteri görürük və həmin elektrik mühərrik tam olaraq aşağı hissədə qalır. Yəni iki təkərin orta hissəsində. Yəni avtomobil öndən çəkili avtomobildir. 2 gündür sürürəm, yəni avtomobilin necə yerindən tərpətdiyini sizə göstərəcəm. Videolarda mütləq şəkildə göstərəcəm. Çünki bildiyiniz, baxın, bu caynaqları var, bu təkərlər də göstərir. Deməli, bu avtomobildə mən xüsusi bir nüansı gördüm. Bizim burada soyutma mayemiz var və əlavə bir soyutma sistemi də quraşdırılıb. Plug-in hibrid avtomobillərdə bəzilərində görürük, bəzilərində görmürük bu sistemi. Çünki belə desək, sadə bir soyutma sistemi quraşdırılanda və normal səviyyədə bir soyutma mayesi olanda
mühərrikə bu soyutma mayeəsi davamlı olaraq gedir və mühərrikin soyudulmasında iştirak edir. Amma batareyalar və elektrik mühərrikin soyudulmasında artıq müəyyən qədər qızmalar ola bilər. Bu qızmalar olanda artıq nə baş verir? Artıq elektrik mühərriklə hərəkət dayanır və tam güc ötürülür daxili yanma mühərrikə və bu zaman da batareyalar və elektrik mühərrik başlayır soyumağa. Ancaq bu avtomobildə əlavə olaraq soyutma mayeəsi yerləşdirilib ki, yəni davamlı şəkildə elektrik mühərriklə biz hərəkət eləyə bilək. Həm elektrik mühərrikin, həm də batareyaların soymasında bu soyutma sistemi bizə köməklik eləyir. Əlavə olaraq bu avtomobildə təbii ki, elektrik mühərrikimiz varsa, bizim batareyalarımız da var. 22.1 kW-lıq bir batareya ilə təchiz olunub. Avtomobil həm NMC, həm də LFP batareya ilə təchiz olunub. Təxmin olaraq 22 kW-lıq bir batareyadır və GBT şarj portudur. Deyə bilərsiniz ki, niyə GBT şarj portudur? Sizə onu deyim ki, bizim ölkədə hələ də şarj portu ilə bağlı bir standart qəbul olunmayıb. Yəni GBT şarj portu olmalıdır bizim ölkə, yoxsa CCS2, bəlkə CCS1, bəlkə heç xəbərimiz yoxdur. Yaponiya bazarı, CHAdeMO bəlkə şarj standartı olmalıdır, heç ondan xəbərimiz yoxdur. Ona görə hələ şarj standartı qəbul olunmadığına görə istənilən şarj portu ilə gələn avtomobillər qəbulumuzdur. Yəni ölkə olaraq qəbulumuzdur. Mən belə şəxsi olaraq yox. Onsuz da siz GBT-ni də rahat şarj eləyə bilərsiniz. Ölkədə olan stansiyaların yarısı GBT-dir, yarısı CCS2-dir. Yəni istənilən yerdə istənilən portu siz rahat şəkildə tapa biləcəksiniz. Bu avtomobil VLTC standartına əsasən 102 km tam şarjda hərəkət eləyə bilir və 400 voltluq bir arxitekturaya sahibdir. Bu arxitektura daha təhlükəsiz bir arxitektura sayılır. NMC plus LFP batareyalarının qarışığı ilə hazırlanmış bir batareya sistemi ilə təchiz olunub üstəlik. Yəni siz rahat şəkildə sürətli şarj stansiyalarında bu avtomobili şarj elədiyinizdə maksimal 1 saatda 85 kW-lıq bir enerji ilə şarj eləyə biləcəksiniz. Ev şəraitində isə təxmin olaraq 6.5-7 kW-lıq bir şarjla avtomobili şarj eləyə biləcəksiniz və 30%-dən 80%-ə qədər, yəni belə deyək, daha təhlükəsiz və daha ideal bir şarj aralığı ilə 15-20 dəqiqə sürətli şarj stansiyalarında avtomobili şarj edib yolunuza davam eləyə bilirsiniz. Yəni bu hər biri sizin uzun mənzil getməyiniz üçün düşünülmüş bir addımlardır. Üstəlik avtomobildə 60 litrlik benzin çəni də var və VLTC standartı ilə tam dolu çən və tam şarj ilə siz təxmini olaraq 1200 km-ə yaxın məsafə qət eləyəcəksiniz. Şarjla bağlı da sizə məlumatları ötürdüm. İndi isə keçək avtomobilin salonu ilə bağlı detallı məlumatları sizə ötürüm. Avtomobilin salonu ilə bağlı məlumat verim sizə. Adaptiv oturacaqlar. Rahat şəkildə artıq əyləşdiyinizdə oturacaqda yerləşən tərəzi sürücünü hiss edir və gəlir əvvəlki vəziyyətə. 15.6 düymlük böyük bir ekranımız var, həmçinin 12 düymlük sürücü alətlər panelimiz var. Əlavə olaraq simsiz şarj cihazımız var və Nabukdan hazırlanıb ki, telefon həmçinin bu hissə cızılmasın və maraqlı belə bir piano black işləmələr var. 256 rəngli ambient işıqlandırma bir-bir sayacağam. Hər birini rəngləri saymayacağam, yəni funksionallıqları sayacağam. Həm burada da ambient işıqlandırma, indi burada gündüz vaxtı deyə tam görünmür, amma kadrları əlavə eləyəcəyik. Həm də qapı içliklərindədir. Qapı içlikləri demişkən Harman Kardon səs sistemidir. Çox möhtəşəm premium səs sistemi var avtomobildə və 23 dinamikdən ibarətdir. Daha doğrusu 23 plus 2 dinamik. 2 dinamik hardadır? Gəlin mən sizə onu göstərim. Sürücü və sərnişin başlıq hissəsində əlavə olaraq dinamiklər yerləşdirilib. Ancaq bu dinamiklər nəyə xidmət eləyir? Mərkəzi displeydə hansısa bir musiqiyə və s. xidmət etmir. Naviqasiya ilə hərəkət eləyirsinizsə, naviqasiya bildirişləri gəldiyində siz buradan eşidirsiniz. Həmçinin sərnişinlərə də hansısa bir maneə olmur ki, onlar musiqi zövqündən, Harman Kardonun zövqündən aralanmış olmurlar. Əlavə olaraq da telefonunuzu siz əgər avtomobilə birləşdirirsinizsə, Bluetooth vasitəsilə hansısa bir zənglər daxil olduqda, buradakı siz dinamiklər vasitəsilə rahat şəkildə qarşı tərəfin səsini eşidə bilirsiniz və həmçinin sərnişinlər o səsi artıq eşitməyə məruz qalmırlar. Yuxarıda da mikrofonumuz var, yəni siz də qarşı tərəfə bu mikrofon vasitəsilə səsinizi ötürürsünüz. Maraqlı bir sükanımız var, sport dizaynla hazırlanmış bir sükandır. 2 joystick var, əlavə olaraq düymələri də yerləşdirilib. Sol tərəfdə biz avtopilotu, adaptiv cruise kontrolu idarə edirik, sağ tərəfdə isə multimediyanı idarə edirik. Burada maraqlı bir cibliyimiz var, 2 ədəd stekan qablığı, həmçinin düymə ilə açılıb bağlana da bilir və geniş bir cib ola bilir, amma bununla da yekunlaşmır. Buranı açdığımızda içəri hissədə daha da geniş bir cib olur. Bununla bir daha yekunlaşmır. Buradakı düyməni bastığımızda bu hissədə də əlavə bir yenidən cibli əmələ gəlir. Böyük bir ciblidir. Müxtəlif əşyalarınızı qoya bilərsiniz. Həmçinin 27 watt və 60 wattlıq 2 ədəd Type-C çıxışlarımız var və 120 wattlıq enerji yuvamız var və istədiyiniz əşyanızı rahat şəkildə enerji ilə təmin eləyə bilərsiniz. Ciblərdən boluq, əlavə bir cibliyimiz də buradadır. Torpedo gözümüz və burada hansısa bir
qol yoxdur ki, biz onu aça bilək. Bir düymə yerləşdiriblər. Bu düymə sayəsində biz rahat şəkildə buranı aça bilirik. Həmçinin bu hissəni biz mərkəzi displeydən də aça bilirik. Çox funksiyonal belə bir mərkəzi displeyimiz var. Mən burada gördüm, elə onu da deyim, üzərindən keçək. Açılan tam panoramik damımız var. Bu hissədən biz aça bilirik və açılan dedikdə pərdəsi açılmır ha. Həmçinin damın özü də açılır, yəni şüşənin özü də açılır və ikili funksiyası var. Həm bu formada, ventilyasiya formasında aça bilirik, həmçinin tam olaraq şüşəni açıb havalandırmadan istifadə eləyə bilirik. Yəni bu formada son dönəmlər onsuz da biz bir çox avtomobillərdə görürük ki, belə deyək də panoramik dam olur, amma açılmır bu panoramik dam. Bu əsasən fərahlıq üçün edilir, ancaq Lincoln Co 08 modelində həm fərahlıq üçün edilib, həm də açılıb funksiyonallığından istifadə etməyimiz üçün də. Avtomobilin sürüş rejimləri barədə mən istəyirəm sizə məlumat verim. 3+1 sürüş rejimi var bu avtomobildə. Nədir bu 3+1? 3 rejimi izah edeyim. 100% tam elektriklə biz hərəkət eləyə bilərik. VLTC standartına qədər təxmini olaraq 100-105 km tam elektriklə hərəkət eləyəcəyik. Performans rejimi var. Bildiyimiz kimi performans rejimdir, yəni daha aktiv istifadə üçün və Super Extended Range. Bu nədir? Bu funksiyonallıq odur ki, avtomobil qarışıq rejimdə işləyəcək. Həm elektrik rejimdə, həm də daxili yanma mühərrik rejimində və özü artıq avtomobil tənzimləyəcək ki, siz daha uzun məsafə gedə biləsiniz. Və bu Super Extended Range-dən istifadə edərək təxmini olaraq VLTC standartına əsasən 1200 km-ə yaxın məsafə gedə biləcəksiniz. Bəs +1 nədir? +1 isə şəxsiləşdirmə düyməsidir. Siz bu düyməni basaraq özünüz istədiyinizə uyğun olaraq, istədiyiniz zaman elektrik, istədiyiniz zaman daxili yanma mühərrikin işə düşərək hərəkət eləməsini təmin eləyə bilirsiniz. Yəni bu formada 3+1 sürüş rejimi var. Həmçinin sükan idarə etməsi də komfort, standart və sport olaraq dəyişə bilir və avtomobildə əlavə olaraq elektrik mühərriki olduğuna görə təbii ki, rekuperativ tormozlanmamız da var. Amma bu avtomobildə rekuperativ tormozlanma nə qədər yüksək dərəcəyə qoysanız da tək pedal idarə etmə sistemi belə faiz nisbəti nisbətən aşağıdır. Təxmin olaraq 40-50% aralığındadır. Çünki plug-in hibrid avtomobildir və bu da normaldır. Belə deyək də, bu avtomobili sürənlər tam elektrikli avtomobil olduğuna vərdiş olmamaqları üçün bu formada hazırlanıb. Çünki bu avtomobil tam elektrikli bir avtomobil olmadığına görə, həmçinin daxili yanma mühərrik avtomobil olduğuna görə rekuperativ tormozlanma narahatlığını hiss etmək istəmirlər. Ona görə də bu formada hazırlanıb. Avtomobil daha çox enerjini rekuperativ tormozlanmadan yox, generator mühərrikdən ala bilir. Çünki generator mühərrikdə hərəkət etdiyiniz zaman əlavə enerji qazanırsınız və batareyanızın faiz nisbəti də artıq qalxa bilir. Ön hissədən bu qədər, gəlin keçək arxa hissəyə. Arxa hissəni mən sizə izah edeyim. Arxa hissədən də danışım mən sizə. Geniş bir arxa oturacağı var. Bu oturacaq mənim özümə uyğun nizamlanıb. Təxmini olaraq bir 70 bəlkə boyum olar. Maraqlı bir oturacaq dizaynı var. Burada belə bir yuva var. Telefon tutacağı əlavə aksesuar kimi alıb yerləşdirib bura telefon tutacağı kimi istifadə edə bilərsiniz. Mərkəzi hissədə havalandırma kanalları görə bilirik. Type-C və USB hissələri görə bilirik. Həmçinin arxa sərnişinlərin rahatlığı üçün belə bir yer də hazırlanıb. Fikir verirsinizsə telefonları yerləşdirmək üçün burada yumşaq bir yer hazırlanıb. Həmçinin təkan yerlərimiz də bu formadadır. Oturacaqlar öndə olduğu kimi arxada alikantarla davam edir və izafixlərimiz də var. Qapılarda ambient işıqlandırmanı burada artıq rahat görmək olur. Harman Kardon səs sistemi burada da davam edir və qapıda maraqlı bir özəlliyi var burada. Həm cibli, həm də qapı tutacağını bu formada hazırlayıblar. Maraqlı bir hissədir, maraqlı bir dizaynda da düzəldilib və qapını açma düyməsi bu formada böyük bir düymə yerləşdiriblər. Çünki sərnişinlərin rahatlığı üçün baxın, əl dəyən kimi rahat şəkildə açıla bilinsin deyə böyük bir düymə hazırlanıb. Ancaq bununla da yanaşı əlavə olaraq bir burada qol da yerləşdiriblər ki, hansısa bir qəza anında artıq sərnişinlər düşünməsin ki, avtomobildə tam olaraq elektrik kəsintisi ola bilər və biz bu düymə ilə qapını aça bilmərik. Ona görə bir qəza çıxışı hazırlanıb ki, baxın bu qolu dartdığınızda rahat şəkildə artıq qapını aça bilirsiniz. Yəni istənilən halda, hər bir halda qapı rahat şəkildə açılır. Və baş məsafəsinə də baxdığımızda kifayət qədər baş məsafəsi var və panoramik dam da təbii ki açılır. Bu pərdə də açıldıqda daha da fərah olur və işıqlar da bu formada yerləşdirilib. Mən istəyirəm ki, bu qədər avtomobili izah eləmişik, bu qədər danışdıq bu avtomobil haqqında. Biraz da sürək, mən sizə sürüşdə də göstərim bu avtomobili. Deməli dostlar, hazırda biz avtomobilimizi sürüş vaxtı test eləyirik. Ümumi olaraq askı sistemi barədə bayaq məlumat vermişdim. Sadə bir askı sistemidir, pnevmatik askı sistemi deyil. Amma sadə askı sistemi olmasına baxmayaraq çox yumşaqdır. Kiçik maniyələrdən keçirik, misal üçün kiçik çalalardan keçirik. Artıq avtomobildə demək olar ki, heç nə hiss eləmirik, rahat şəkildə yolumuza davam eləyə bilirik. Həmçinin avtomobildə 19-luq təkərlər mövcuddur. Bu təkərlər və bu askı sisteminə görə mənə elə gəlir ki, kifayət qədər yumşaq bir avtomobildir. Sürüş tərzi
Hazırda biz 100% elektriklə hərəkət edirik və bizim 14 kilometr mənzilimiz göstərir. Təbii ki, yəni bu şarjla bağlı 14 kilometrdir. Yəni batareyalarımızın faizi ilə bağlı təxmini olaraq 12-13% enerjimiz var. Ancaq bu bitdikdən sonra biz yolumuzu hibrid rejimi ilə rahat şəkildə davam edə bilərik və yaxud da bizim performans rejimimiz var ki, biz performans rejimini artıq işə saldığımızda avtomobil tam güc həm elektrik mühərrik, həm də daxili yanma mühərriklə artıq hərəkət edə bilir və avtomobil və yaxud da qeyd etdiyim kimi 380 at gücü, 650 Nm fırlanma anı hasil eləyir və bütün bunlarla birlikdə avtomobilin 0-dan 100-ə sürətlənməsi təxmini olaraq 4.5 saniyəyədir və bir mühərrik, yəni yalnız qarşı tərəfdə daxili yanma mühərrik və elektrik mühərriklə təchiz olunub. Avtomobildə həmçinin sürücü rahatlığı üçün adaptiv cruise control, yəni ASS də düşünülüb. Biz artıq adaptiv cruise kontrolu işə saldığımızda sürəti müəyyən eləyirik. Həmçinin head-up displeyimizdə də onu görürük. Misal üçün hazırda 61 sürət müəyyən olunub və 61 ilə də hərəkət eləyir, amma yoldakı nişanlara uyğun olaraq da bizim maksimal sürətimizi göstərir ki, yolda 60 sürətlə hərəkət eləmək lazımdır. Həmin nişanlarda biz head-up displeydə görürük və müəyyən saniyədən bir təxmin olaraq 10-15 saniyədən sonra biz sükana toxunmalıyıq və rahat şəkildə də zolaqlara daxil olur. Videodan da artıq siz özünüz görürsünüz. Yəni zolaqdan çıxma, zolaqdan qaçma və s. heç biri olmur. Diqqət eləyirsinizsə, baxın, hazırda biz döngəyə daxil oluruq və döngəyə daxil ola bilmədikdə müəyyən qədəri sürəti də azaldır ki, rahat şəkildə biz döngəyə daxil ola bilək. Rahatlıq demişkən, sürücü və sərnişinlərin oturacaqlarında həmçinin masaj funksiyonallıqları da var. 4 zonalı masaj funksiyası var və istədiyiniz formada istifadə edə bilərsiniz. Həmçinin ön sərnişin oturacağının bir diz altı hissəsində də əlavə belə deyək, oturacağı daha da böyütmək olur. Həmçinin bel hissəni açdığınızda rahat şəkildə artıq uzana bilirsiniz. Təbii ki, avtomobil hərəkət vaxtı bunu etmək məsləhət deyil. Bir kamp rejimində və yaxud da istirahətdə bunu eləyib və yaxud da yoldan yorulduğunuzda artıq yaxınlaşıb avtomobilə görürsünüz, səsli bildiriş də verir ki, avtopilot yəni deaktiv oldu. Mən tormoza bastığımda artıq avtopilotun deaktiv olduğunu mənə bildiriş kimi də verir. Bu formada yəni hərəkət eləyə bilirsiniz. Avtomobilin sərfiyyatı ilə bağlı məlumat vermək istəyirəm. Avtomobilin sərfiyyatı qarışıq rejimdə 1.2 litr yanacaq sərf eləyir və 92 yanacaq istifadə edir avtomobil. Yəni 92-dən yuxarı yanacaq istifadə eləyə bilərsiniz. Təbii ki, məsləhət görürəm ki, 95 istifadə eləyəsiniz ki, mühərrikinizin ömrü daha uzun olsun. Çünki Azərbaycanda biraz 92 yanacaqla bağlı problemləri var. Batareyamız tam tükəndikdən sonra yalnız daxili yanma mühərriklə istifadə eləyir, yəni generator mühərrik işə düşür. Bu zamanda 5.5 litr siz yanacaq sərfiyyatınız olur və rahat şəkildə yolunuza davam edirsiniz. Super Extended Range. Bu funksiyonallığı işə saldığınızda isə, bu rejimi işə saldığınızda isə artıq rahat şəkildə 1200 kilometrə yaxın, yəni belə deyək də sürüş tərzindən asılı olaraq bu onsuz da dəyişə bilir, amma zavod deyir ki, VLTC standartına əsasən 1200 kilometrə yaxın məsafə qət eləyə bilərsiniz. Mən isə bu avtomobilin platforması ilə bağlı məlumat vermək istəyirəm. Çünki bu avtomobilin platforması bizə elə də yad deyil. Çünki Volvo'nun CMA platformasında bu avtomobil istehsal olunub. Həmin platformada Volvo'nun həm elektrikli, həm də plug-in hibrid avtomobillərinin istehsal etdiyi bir platformadır. Və eynisində də Lynk & Co 08 modelini istehsal eləyiblər. Ona görə bizə elə də yad platforma deyil, sadəcə olaraq dizayn olaraq fərqli avtomobildir. Belə dostlar, Lynk & Co 08 EMP texnologiyası ilə olan bu avtomobil haqqında detallı icmal videomuzun sonuna gəldik. Mən avtomobili tam detallı sizlərə izah eləməyə çalışdım ki, avtomobilin hər bir detalından, funksionallığından və texnologiyasından məlumatınız olsun. Əlavə olaraq demədiyim hansısa bir nüans var idisə, mütləq şəkildə şərhlər bölməsində qeyd edin. Videonu bəyənməyi və dostlarınızla bölüşməyi də unutmayın sözsüz ki, növbəti dəfə hansı avtomobilin icmalını görmək istəyirsinizsə, onu da qeyd edin ki, növbəti icmalımızı ona uyğun təyin eləyək. Növbəti videoda görüşərik.